Saray MTK-nın tam yaxınlığında sizlərə 5 sotda şəxsi tikili 6 otaqdan ibarət malikanə təqdim edəcəm. Dəyərli dostlarımız, malikanəmizin qiyməti 249 min manat təşkil edir. Ətraf ərazilərdə bütün yaşa obyektləri mövcuddur. 200 metr məsafədən marşrut xətti dəyərli dostlarımız işləyir. Başlayaq. Hamınızı salamlayıram, xanımlar və cənablar. Evin ümumi fasadı ilə sizləri tanış edirik. Həyətyanı sahədir. Otlaq sahə, gül çiçək sahəsi dəyərli dostlarımız əkilib hazır vəziyyətdədir. Yəni otlaq sahə ona görə deyirəm ki, ot sahəsi əkilib dəyərli dostlarımız ağaclarına kimi, ağaclarına kimi hamısı var. Gecə işıqlandırma üçün həyətyanı sahənin plafonlarına kimi vurulub. Dəyərli dostlarımız, həyətyanı sahə tarqov daşlarla örtülüb, mərkəzi giriş darvazasıdır, kanalizasiya xəttinə kimi çəkilib. Xüsusi bir qeyd edeyim ki, evin sağ və sol tərəflərinə keçid etmək mümkündür. Yerdən kürsülüdür, mərtəbələr arası monolit betondur. Dəyərli dostlarımız, şəxsi özünə tikilmə bir mülkdür. Evin üz fasadı ilə sizləri tanış etdik. 055 291 3565 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlayın. Dəyərli dostlarımız, Bakı şəhərinin istənilən bir yerində çəkiliş edirik. Çəkilişlər pulsuzdur. Qısa bir zaman ərzində mülkünüzü satış edəcəyik, dəyərli dostlarımız. Gəl, zəhmət olmasa, bismillah elə evin içinə daxil olaq. Bismillah. Demək, dəyərli dostlarımız, dəhliz vasitəsilə otaqlara bölgülərdir. Bu evin təqdimata ehtiyacı yoxdur. Biz əmlakçı olaraq çəkiliş edirik, amma təqdimata ehtiyacı yoxdur. Gələrkən özünüz də görəcəksiniz ki, necə bir tikili sizlərə təqdim edirik. Dəhliz vasitəsidir, geninə bolma dəhlizdir. 2-ci mərtəbəyə qalxan pilləkənlər və girişdən solda yerləşir qonaq otağı. 60 kvadrata yaxın dəyərli dostlarımız qonaq otağı var. 3 ədəd pəncərə sahəsidir. Çıl çıraqlarına, pərdələrinə kimi bağlanılıb tamamilə hazır bir vəziyyətdədir. Polu taxtadır. Pəncərələri də öz həyətyanı sahəsinə baxır. Evin daxilində olan bütün pəncərələrin qarşısı dəmir barmaqlıqlarla örtülüdür. İstilik sistemin radiatorunun xəttinə kimi, radiatorlara kimi bağlanılıb tamamilə hazır bir vəziyyətdə. Qonaq otağın baş tərəfində TV xətti yerinə kimi çəkilib. Burada yerləşir birinci yataq otağı, pəncərəsi öz həyətyanı sahəsinə baxır. 249 min manata Saray qəsəbəsində, Saray MTK-nın tam yaxınlığında 5 sotun içərisində sizlərə mülk təqdim edirik. Otağın biri ilə tanış olduq, keçək mətbəx sahəsi ilə də tanış olaq. Mətbəxin də pəncərəsinin öz həyətinə baxır, dəmir barmaqlıqları vurulub, evin yan tərəfinə keçid etmək mümkündür. Birinci mərtəbədə yerləşən sanitar qovşaq tam təchizatdır. Duş kabin yerlərinə kimi qoyulub və hamam tualet sahəsi istipolla üzlənilib. İstipolun kollektori burada dəhliz vasitəsində yığılıb, hazır bir vəziyyətdədir. 2-ci mərtəbəyə qalxan beton pilləkənlər qranit daşlarla örtülüb. Dəyərli dostlarımız, tavan sahəsi monolitdir, alçıban spot lampalar işlənilib. Əla bir sizlərə mülk təqdim edirik. Mülkümüzün qiyməti 249 min manatdır. Real müştərilərə endirim nəzərdə tutulub. Qalxan 2-ci mərtəbədə sürpriz dolu evlərimiz, otaqlarımız var, tanış olaq. 2-ci mərtəbəyə qalxan beton pilləkənlər qranit daşlarla örtülüb, gizli işıq sahəsi buraxılıb, pilləkənin qırağı ilə dəyərli dostlarımız. 2-ci mərtəbədə bizi qarşılayır 4 yataq otağı, dəhliz vasitəsi və sanitar qovşaq. 3 ədəd eyvana keçid etmək mümkündür, dəyərli izləyicilərimiz. Dəhliz vasitəsinin baş tərəfindən eyvana keçid və sağ və sol tərəflərdən də yataq otaqlarından eyvana keçid etmək mümkündür. İstipoldur, dəyərli izləyicilərimiz. Demək, dəhlizin baş tərəfində yerləşən bu qapıdan eyvana keçid etmək mümkündür. Sağ və sol otaqlardan da eyvana keçid etmək olur. Burada yerləşir yataq otaqlarından biri böyük kvadratlara malik yataq otağı var. Hər bir yataq otağının TV xəttinə kimi çəkilib hazır bir vəziyyətdədir. Eyvana keçid mümkündür. Keçək, 2-ci yataq otağı ilə də sizləri tanış edək. Öndən buyurun, zəhmət olmasa. Çıl çıraqları bağlanılıb, pərdələr asılıb, əşyalarımı yığ-köç yaşadı, dəyərli izləyicilərimiz. Burada yerləşir 2-ci mərtəbəyə məxsus 3-cü yataq otağı. Operator çıraqları da söktü.
Burada isə sonuncu, ikinci mərtəbəyə məxsus 4-cü yataq otağıdır. Ümumilikdə evimizin 6-cı otağıdır. Demək, zəhmət olmasa, dəhliz vasitəsidir, sanitar qovşaqdır, istipolla üzlənilib, dəyərli dostlarımız. İstipolun kollektoru da bu ərazidə yığılıb, tamamilə görsənmir. Tam təsisat bütün aksesuarlarına kimi yığılıb, hazır bir vəziyyətdədir. Dəyərli dostlarımız, siz də mülkünüzü satmaq istəyirsinizsə, səhifədə nömrə var. Qeyd etdiyim nömrə ilə əlaqə saxlayın. Səhifəli takib edin, bəyən işarəsini vurun, zəhmət olmasa. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Əlaqə saxlayın, hər büdcəyə də uyğun satışda evlərimiz var. Sağ olun, sağlıqla qalın.